Tələbəmlə Amanxanımla bu gün şəhər daxil ilk dərsimizdəyik. Azad sürətlə Amanxanımla. Məsələn, piyadalara bax. Nizamlanmayan piyada keçində piyada yol bilməyik. İlk dəfə sənlə yola çıxırıq. Amma bu ümumiyyətlə 3-cü dərsimiz. Düzdürmü? 2 dərs meydança ətrafına keçmişik səninlə. 3-cü dərsdə artıq yola çıxmışıq. Maşallah sürürsən. Azad sürətindən bir bağlayacaq. Özü işıqların qırmızı işıqdır. Sürəti azaltmaq lazımdır ki, bax bura stop qətdir. Stop qətin qarşısını dayana bilərsən. Stop qətin tapdalama olmaz. Get yerin var, biraz da ver. Afərin, saxla. İndi yaxşı. Sağa dön işığımızı yandıraq. İşıq fonun yaşıl işıq yanında sağa dönəcək. Oldu? Davam edeyik. Davam elə. Baxırsan, bizə yaşıl yandı. Velosipedçilərə artıq qırmızı yandı. Bax, çox qaz vermə, çox qaz vermə. Məsələn, dön, öz zolamış, az zola. Sağımız velosiped zoladı. Özünüz özü seyirsiniz ama xanım. Valla süper. Heyecansınız. Sən sənə maşallah. Çox qaz vermə. Maşallah sürəti də meyillisən. Səndən işlərə yola çıxmışıq. Sürəti çıxırsan. Bax, yaşayış məntəqəsində maksimum sürət 60'dır. Biz neçə gedik? 50 ilə bu dəqiqə 49'a düşdük. Normal sürətdir. Bax, uzaqda yaşayışı görürsən. Bu templə sür. Tələsmə. Çatdıra biləcək, azaldaq sürətimizi. Çünki piyadalar bax, atlarlar yola falan. Deyib. Torumuzu verəndə yumuşaq. Oldu. İnşallah yaxşı olacaq. Səninlə ilk yola çıxırıq və təbii ki, üsullarımız olmalıdır. Öyrənməyə gəlmişik. Bunlar düzələcək hamısı. İnşallah kursun sonuna çəkəcəm və onda ki, ləmanla, indiki ləman arasında fərq özünü seyirəcək. Uğurlar olsun.